Hələ yapışıblar, evlən, evlən, evlən. Tutalım mən evləndim. Bu 9 aydan sonra bu arvad doğmalıdır ya yox? Doğmalıdır. Neçəyə doğuzdururlar arvadı? 500 manata. Mən nə qədər maaş alıram? 400 manat. Uşaq bayılsadan çıxandan sonra uşağın yeməyi var, içməyi var, geyimi var, həkimi var, dərmanı var. Ümumi bir aylıqda bunları vursan nə qədər eləyir? Ən azından 700-800 manat. Mən nə qədər maaş alıram? 400 manat. Hələ bunun kommunalı var, işığı var, qazı var, xeyri var, şəri var. Mən nə qədər maaş alıram? 400 manat. Uşağa bir dənə köynək alırsan, həmin o köynəyin puluna özümə 5 dənə şalvar alaram. Mən nə qədər maaş alıram? 400 manat. Uşaq pulu verilir? Yox, verilmir. Demək, uşaq böyüyəndə bunun məktəbi var, məktəb xərci var, ondan sonra universiteti var, universitet xərci var. Əl çəkində məndən də öldümə məni.